Rafael necə, sən də 2-12 illərdir bir yerdəsiniz. Bugün karatəni təmsil edirsiniz və bilən məşq də keçirsiniz. Yəni işləriniz də var. Məqsəd nədir? Karatəni böyütmək, karate daha da yaxşı olsun. Rafael özü bilir ki, həmişə yanındayam. Yəni Allah razı olsun. Nə deyirsən qardaş, mükəmməl baş üstə. Bu bizim borcumuzdur. Neçə illərdir ki, siz bu idmanı böyüdürsünüz. Bu günləri gəlib çıxmışsınız o zirvəyə. Mənim məqsədim odur ki, o zirvədə də qalasınız. Yəni o qardaş sizə də çox sağ ol deyirik ki, doğrudan da yəni ki 2-3 dənə yəni sizi kimi yəni bu işləri görən olsa inanın ki, biz idmançıların, biz biznesmenlərin, biz həkimlərin, hansı bir sahədə hamımız qabağa gedərik. Yəni sözümün zamanı olur ki, bizim birinci verilişdə biz ikimiz danışanda mən neçə illərdir, yəni ki, gömrük işə düzəlmək üçün daha haralara demişdim, hər yerdən də yox idi. Deyirdi qardaşım sən, o deyirdi, bu deyirdi, o deyirdi, bu deyirdi, heç kim də düzəltmirdi. Yəni bu səsimi, videomu hamı eşidir də. Burada nə var ki? Mən öldürməyəcəklər, kəsməyəcək. Olanı demişəm. Hər bir adama demişəm, heç bir şey səs yox idi. O ki, biz verilişdə gəldik, səmimi danışdıq, sən danışdın, mən danışdım. Hələ bu bir neçə gündən sonra Səfər mənim sağ olsun, məni çağırdı. Gömrükdə, yəni ki, layiqincə mayor vəzifəsi də verdi, işimi də bu mümkün də görürəm və düşünürəm ki, hələ bu verilişdən sonra da hansısa bir inşallah insanlar baxacaq.